Bakının ən bol ətli dönəri harda verilir bilmirəm, amma sizə əti çörəkdən kənara çıxan dönər, dondurma sayağı pizza və Qafqaz takosunun verildiyi unikal bir məkan göstərim. Bizi ev yeməklərindən didərgin salan bu məkan Yasamalda Zefir Mallda yerləşir. Biz burada bir neçə fast food növünün dadına baxdıq. İndi sizə tam səmimi deyəcəm ki, nəyi bəyəndik, nəyi yox. Bu kone pizzadır. Cornetto sayağı xəmiri və file və tərəvəzlərdən ibarət bol souslu içliyi var. İndiyə qədər bu cür pizza yeməmişdim. Bir dənəsi 5.90-dır. Məncə bir dəfə yoxlamalısınız. Biz burada dönərin 3 növünün dadına baxdıq. Çörəkdə ət dönəri, Hatay üsulu və porsiyon dönər. Mən adətən ət dönəri yemirəm, toyuq dönəri seçirəm. Amma burada ətin keyfiyyətini bilmək istəyirdim. Nam nazik yarpaq kimi və çox ləzzətli idi. Yəni bildiyin ağızda əriyir. Ümumiyyətlə çörəyin içini çox yaxşı doldurmuşdular. Dediklərinə görə tək mənə deyil, hamıya bu cür bol və keyfiyyətli təqdim eləyirlər. Hatay üsulu və porsiyon dönərləri haqqında da uzun-uzadı danışmayacağam. Burada pub məzələri kimi tanınan krevet tempura və göbələk çipsinin də dadına baxdıq. Tempura möhtəşəm idi. 6 dənəsi 12.50-yədir. Amma göbələk çipsini çox da bəyənmədim. Xırt-xırt deyildi, xəmir kimi idi. Özlərinə də fikrimi bildirdim. Və nəhayət 2 cür takonu yoxladıq. Taco Doritonun xəmiri turş və qalın idi. Bəyənə bilmədik. Amma Qafqaz takosu əsl bizim ağız dadına uyğun hazırlanmışdı. Bir dənəsi 4 manat 30 qəpikdir. Bir də burada nə xoşuma gəldi, uşaq menyusunda uşaqlara oyuncaq da hədiyyə verilir. Leyla oyuncaqları görüb çox sevindi. Yasamalda yaşayanlar buranı yadda saxlasın və məncə bu dadları bir gün siz də kəşf eləyin.